Yeni papağım necədir? Bunu Team Sport'tan almışam. Burada da böyle şeyleri var. Kısaca linzalardaki optikti. Hem renklidir. Çok beğendim. Papaq ama maraqlı papaqdır. Burada böyle kulakları var. 25 manataydı. Narimanov'da bir dənə sport mağazası var. Ondan almışam. Yani oradan götürmüşəm. Papaq axtardım özümə. Elə bunu gördüm. Beğendim. Ağ rengi de kısaca qalıb. Ama geçerli. Bu renkleri son zamanlar çok sevdim. Niye göre girmiştim? Team Sport. Oraya girmiştim ki mat alım özüme. Hem yoga eləmək üçün, hem pilates eləmək üçün. Haline bakın. Wow! Deməli, bunun qiyməti 11 manat 40 qəpikdir. Şimdi bundan mən hem idmanımı eləyəcəm, hem pilatesi evdə və maraqlı bir idman proqram tapmışam. Hər gün bundan eləyəcəm. İstəsəz oradan gelin alın. Bunların da rəngləri bir dənə bilmirəm bu rəngdən qalıb yoxsa yox. Sarı var idi, yaşıl var idi. Onları bəyənmədim. Bir dənə bunu bəyəndim. Kısaca bu da yeni məhsullarla makyaj eləmişəm. Üzüm belə parıldayır. Həm altdan SPF krem vurmuşam. Başladım artıq SPF kremdən istifadə eləməyə. Papaq ama çok güzeldi. Bilmiyorum. Ailəne de vereceğim. Taksım arada bir. Kısaca saçımı da rengledim. Kızlar böyle bir renk alındı. Bilmiyorum görürse yok. Yani papaqla eyni renkdedir kısaca. Ama geçen renkti. İki tane renk karıştırmıştım. Size göstermiştim ben o kraskaları. Ona göre screen eləyin onları. Gelin alın. Aslında ikisi eyni renk olsa da indi yulduktan sonra bence daha da güzel olacak renge. Belə kraskalardan aldım. Düzdür 6, bir de 6.1 tapmalıydım ama tapmadım. 2 tane 6 götürdüm. Biri Lisnoy Orex'tı. O birisi Temna Rusu. Yani kaştan ama biraz açıq renk. İstəyirəm saçlarımı rəngləyim. Mən evdə rəngləyirəm özüm. Çünkü belə mənə daha rahatdır. Niyə? Çünkü məndə ağ saçlarım başladı çıxmaya. Çoxdan var idi əslində. Evdə özümü kraskalayıram. Keçək, mən saçımı rəngləməyə başlayayım. Bu saçlarımın önceki halıdır. Ama mən inanıram ki hiçbir dəyişiklik olmayacaq. Sadəcə burada görsəz rənglər dəyişir və ağ saçlar var. İndi sizə görsənməyə bilər. Ama mən real həyatda onları görürəm. İndi keçim mən kraskalayım. Sizin də başınızı ağrıtmayayım və nəticəni sizlərlə paylaşım. Hiçbir değişiklik olmadı. Sadece ağ saçlarımı rənglədim. Bu arada yadımdan çıxdı. Sizlərlə salamlaşım. Hər kəsi sizi salamlayıram kanalıma və yeni vloguma xoş gəlmisiniz hər biriniz. Ümidvaram ki, hər biriniz yaxşısınız. Salona da getmişdim. FaceUp salonuna. Orada tez bazar girdim ki, saçımı kəsdirim. Artıq bezdirdi. Çox uzun idi. Fikirləşdim ki, kəsim. Nəyimə lazımdı o qədər uzun saç, həm də ki biraz pis görsənirdi. Aylin xanımla getmişdi Joker Baby Store mağazasına. Oradan alış-veriş elədik. Sonra Aylin'i anama təhvil verdim və çıxdıq yoldaşımla biraz alış-veriş eləməyə. Sizə göstərəcəm nələr almışam. Aylinka üçün alış-veriş elədik Joker Baby Store'dan. Deməli burada da Instagramlarını görə bilərsiniz. Bəlkə kiməsə lazım olar. Buradan screen eləyib götürə bilərsiniz. Nömrəsi də var. Deməli göstərim nələr almışam Aylin üçün. Bunları götürdüm. Deməli frutaniya püresidir. Özümüzdən çölə aparmaq üçün. Faksikdə Brüken məhsullardır. Bunlar artıq bilirsiniz. Frutaniyanın belə kaşasıdır. 2-3 dəqiqə pişən. Arada bir glikoles edirəm. Arada bir öz səhər yeməyini yeyir. Sadəcə vaxt olmayanda harasa gedəndə bu kaşalardan özümlə götürürəm. Bir də belə Kendamil sıyıqlarıdır. Baby gecə kaşasıdır. Bunları gecə verirəm bu kaşaları. Sonra nə qaldı? Belə bir penka götürdüm Aylinka üçün, çimizdirmək üçün. Çimizdirəndə bunu yəni tətbiq edirsiniz. Penkalanır hər yer. Yəni vannanın içi. Sonra belə yulaf piçenyası, bir də alma ilə bal qabaq piçenyası. Bir də bizim bezlərimiz tuman formasında çox əladılar, sızdırmır və çox rahat Aylin bunlarla gəzir 2-3 saat. Yəni tez-tez dəyişdirmək ehtiyac yoxdur. Bugünkü yeməyim də belədir. Toyuqlu kartoşkadır, biraz göyərti, biber, lipsi, bir də burada qatıq qarışımıdır. Yiyib bunu çıxacaq evdən. Deməli bunları getdim, aldım özüm üçün. Belə 2 sıçqı götürdüm. Neçə idi? 8 manata. Sinozun güneş kremi SPF götürdüm. Çünki məndə yox idi. Bunların qiyməti yadımda deyil, indirimdə idi. Tapsam qiymətlərini burada yapışdıracağım. Videoda qeyd edəcəm.
Sonra belə sponjuklar. Bunun da qiyməti 2 manat idi. Bu sponju mən Bahar storedan götürdüm. Bu 5 manat idi, yoxsa neçə idi? Başqalarını tapmadım, düzdür. Belə ucuz heç yerdə yox idi. Bunları isə tapdım ucuzlarından. Bunlardaki 2.50. Sonra Astra'nın concealer'ı. Golden Rose qaş qələmidir, qaşlar üçün. Məndə var idi bu rəngi, bitmişdi. Sonra Astra'nın bu Rasıpçıdı pudrası. Sonra göstərəcəm hamısını necə qalır. Bu Cosrx'in Aha-Baha toneridir. Bunu da məsləhətlə götürdüm. Gecə rutinimə dahil etməklə. Payasın bu BB kremi xanım məsləhət gördü. Rənginə baxdım, uyğun oldu. Bir də bu Sinozun bərpa edici kremi. Bir dənə də belə dodaq üçün şey aldım. O da ki evdə eləmək üçün. Çünki dodaqlarım tez quruyur. Həm yağdır, həm belə zər var içində. Akşamın yeməklərində, təşniyə sabahın yeməklərini akşama hazır edirəm. Deməli, burada kartof qızardıram, toyuqla, biraz soğandı. Burada da bir dənə belə ləzzətli şorba bişirdim. Mərci supuna oxşayır. Sadəcə fileni belə doğrayıb, biraz fileni doğradım, attım ora. Və salam, kartoşkalar qızarsın. Sonra ayrı soğanı qızardacağım. Burada da toyuqlar qızarır məndə ayrı-ayrı hamısı. Pirog hazırdır. Sadəcə. O görürsünüz, bir dənə bunu vurum, tərpənəcək. Baxın, tərpənir. Bunu indi siz gözlədirsiniz bütün axşam soyuducuda, səhər açacağıq. Axşama hazırladığım salat yoldaşım üçün, deməli özüm də yemişdim bundan, hamandan eləmişdim. Biberlərdir, toyuqdur, qaynadılmış file, bir də qarğı dalı. Sonra mənim piroqum, o gedəcək bütün axşam qalacaq şeydə, soyuducuda. Və burada qızlar bir dənə ləzzətli şorba bişirdim ki, bu reseptini sizinlə paylaşmışdım. Short videosunda tapa bilərsiniz. Çox ləzzətlidir. Sabah Aylinka və mən yeyəcəyik bunu. Bəlkə yoldaşım da yer, amma o şorba xoşlamır. Və özümə gecə asyankasını hazırladım ki, səhər durum yiyeyim. Gedəcək soyuducuya və ana yeməkdəki kartoşka və toyuq qovurmasıdır. Akşam rutininə gəlmişəm sizin yanınıza. Buralarımdan qorxmayın, çünki konsiler axtarışındaydım. Hələ indi girdik evə və istədim ki, axşam rutinimi biraz sizlərlə bölüşüm. İlk başlayacağım mən bu micelar sudan Evaluderam
aloe vera tərkiblidir. Həm Fransa istehsalıdır. Bunu çox bəyəndim. Əslində bu qədərini işlətmişəm. Gəlin üzümü təmizləyək. Burada isə girmişdim Bahar Store'a və orada concealer axtarırdım. Düzdür, bir-iki dənəsinə baxdım. BB krem də aldım. Şimdi də kəstirmişəm. Ukladkadan heç nə bir əsir əlamət qalmadı. Gördüyünüz kimi sırğaları da yenilədim. Madame Bijou'dan götürdüm. Belə piercing sırğaları mən çox sevirəm. Bir dənə də life hack tapmışam. Yadınızda demişdim ki, qaşlarım sabitlənmir. İlk öncə qaşlarınızı istəyirsiniz ki, sabitləyəsiniz. Buradan bir dənə belə qulaq çöpündən keçin ki, artıq yağ geçsin. Ondan sonra təmizləyirsiniz qaşınızı o qulaq çöpüylə. Və ən sonda bura şey edirsiniz. Ən sonda tətbiq edirsiniz o həmin şeyi. Top Face'in məndəki geli idi. Qaş üçün superdir. Yəni bu life hack'ı eləyin, mənə sağ ol deyəcəksiniz. Keçək təmizlik işini görək. Fərqə baxın. O birisi tuşdan istifadə edirdim. O daha belə necə sizə deyim, nazik tuşdur, nazik şotkalı. Amma yaxşıdır. İndi üzümü micellarla təmizlədim, görürsünüz. Belə gəzirdim çöldə. Niyə belə gəzirdim? Çünki concealer axtarışındaydım. BB krem almaq istəyirdim. Olivia'da testerları yox idi. İcazə verilmir onlara açmağa məhsulları. İndi öz işləridir. Heç nə demirəm. Xanım mənədir ki, əgər concealerın tonunu uyğunlaşdırmaq istəyirsinizsə, ancaq şəkili də tapa bilərsiniz. Və bu mənim üçün bir problemdir. Çünki mənim üzüm karma bir üz oldu. T-zonası var. Həm dərim başladı qırmızı olmağa. Bu tərəflər niyəsə belə qırmızı olur. Kuperoz mənə deyib ChatGPT, yəni başlanğıcdır. Amma görək. Pəhrizim də yaxşı gedir soruşsaz. Düzdür, 3 günlük pəhriz eləmədim. Bayram idi. Sondakını da istifadə edirik. Hə qızlar, bayram idi deyə. Həm ailənin ad günüsüydü. Mən heç nəyə çatdırmadım. Dedim ki, özümlə o pəhriz yeməklərimi aparırsam biraz qəribə çıxar. Çünki hamı stoldakı, masadakı yeməkləri yeyir. Mənisi pəhriz biraz belə nitodur. Üzümü təmizlədim. İndi üz yuma geli ilə təmizləyəcəm. Bir də baxın. Tonal vurmamışam, amma concealer o qədər yaxşıdır ki, getmək istəmir. Keçən dəfə Vivienne sabunun concealerini heç bəyənmədim. Sonra məndə hansıydı? Manhattan idi, Rossmann'dan almışdım. Onu da bəyənmədim. Instagramda bir sorğu keçirtdim. Hər bir şey yazırdı. Bir yazıb ki, L'Oreal'in concealeri yaxşı deyil, qırışlara dolur. Və mən onu götürmədim. İndi düzdür, Astra'nkini götürdüm. Astra da İtaliyanın məhsuludur. Ümumiyyətcə bir blogerdən görmüşəm. O da ki, bizim blogerlər deyil. Rus blogerlərə baxıram mən. Çünki daha rahatdır mənə. Və o xanım beauty blogerdir və orada istifadə etdiyi məhsulları göstərir. Yəni reklam deyil. Mən reklam olan şeylərə ümumiyyətcə inanmıram. Bir avın gelidir. Bunu isə mən Bantik'dan almışam. İndirimdəydi. Götürdüm 400 millik ki, mənə çatsın. Amma əladır, superdir. Dəri altı komedonları apardım. Gedim yuyum, qayıdıram. Ümumiyyətcə, üz yuma gelin istifadə eləyəndə biraz sıxıram və bu qədər penka yaranır. Tətbiq edirəm üzümə. Üz yuma geli ilə üzümü yudum, qurutdum. İndi isə istəyirəm yeni aldığım toneri də yoxlayayım. Cosrx'in bu AHA toneridir və heç yerdə yox idi. Rossmann'da da axtardım, arzuma da girdim. Axırda bunu Real Beauty'dən tapdım, Nərimanovdan indirimdəydi. 20 neçəsi 9 manataydı, 7 manat indirim elədilər və hardasa 21, yoxsa səhv deyə bilərəm, 21 manata almışam, qəpik də ola bilər, düz deyə bilmərəm.
Çünki çekləri tullamışam hamısını. Orada ədəvi yoxdur deyə mən elə çekləri saxlamıram ümumiyyətcə. Heç nə, bunu da necə tətbiq edirik? 2 dənə pış-pış və hop dururuq dərimizə. Göz altını əl vurmuruq, dodaq üstünü də əl vurmuruq. Belə bu tərəflərdən belə keçirik. Məsələn, məndə niacinamid sıvırtkası var, serumu. Kosmogenezisin hələ də istifadə edirəm və deyə bilərəm ki, məsamələr biraz başladı daralmağa. Düzdür, məsamələri aparmır, amma biraz daraldır. Və AHA tonikini istifadə edəndə bundan istifadə eləmirik. AHA tonikini həftədə 1 və 2 dəfə istifadə edə bilərsiniz. Amma mütləq səhər harası çıxırsınızsa SPF çəkin. SPF olaraq Alivia girmişdim və oxuduğuma görə, araşdırdığıma görə Sinozun bu kremindən götürdüm. SPF kremidir. Bu da isə bərpa edici kremdir. Pantenolla, aloe vera ilə indi bunu tətbiq edəcəm. Düzdür, lazımdır ki, haradasa 5 dəqiqə qurusun. Mən bunu sonra tətbiq edəcəm. Gedim mən hələlik nəyləsə məşğul olum bu 5 dəqiqə, sonra qayıdım yanınıza. Getdim, gəldim. Burada belə bağlanma şeyi var. Düzdür, birinci dəfə istifadə edirəm və istifadə edəcəm. Həm serumdan sonra da istifadə eləmək olar. Qısada açılır. Həm serumdan sonra istifadə eləmək olar. Neyse qızlar, bu dəsə pis açılır ki, bunu açım qaydıram. Axır ki, açıldı. Qoxusu neytraldır. İndi də deyirəm ki, mən mütəxəssis deyirəm. Bəlkə hansısa informasiyanı düzgün deyəmərəm. Ona görə araşdırın mənim kimi. Və sonra üzünüzə tətbiq edin. Düzdür, mən indi bu rutinlə davam edəcəm. Və görüm ki, necə yayıq. Əslində, məndə post-aknədən sonra post-aknə ləkələri var. Dərim biraz qırmızı olur. Bilmirəm niyə. Son vaxtlar buralar böyle biraz qızarır. Düzdür, bu toner ilk dəfə istifadə edirəm, belə qızartı yarana bilər. Yəni, qorxulu bir şey deyil. Amma yanırsa, o toner sizə, yəni, düşmədir. Və salam. Axırıncı etap buydu. Benim baxım bitdi. Sırğaları çox bəyəndim. Qısaca bunları 8 manat aldım. Gümüş deyil, sadə bijuteriyadır. Və bunu 6 yoxsa 8 manataydı. Həmçinin bunlar da. Belə taxma sırğalar mən çox xoşlayıram. İnşallah ki, bir gün piercing elətdirərəm. Qorxmasam, çünki çox qorxuram. İlk dəfə idi və birinci dəfə idi, ancaq bu uşaqlıqda anam deşdirib və salam, başqa deşməmişəm. Belə. Gedim bunları da çıxardım və gedim yatım. Kısaca bunu bəyəndinizsə, elədə yazın və hansı məhsullardan istifadə eləmişsiniz, eləməmişsə, bunu da mənimlə bölüşün. Mənə çox maraqlı olar sizin deylərinizi oxumaq. Ümumiyyətcə, hansı məhsullardan razısınız, baxım məhsulları olsun və ya kosmetik. Mən də bəlkə onlardan alıb sınayaram. Sizin gecəniz xeyir qalsın. Sizi öpürəm. Başqa vloglarda görüşənədək. Ana yemək deyəndə ki, yəni isti bir yemək, toyuq və kartof qovurmasıdır soğanla. Qoydum ki, pişsin. Mən də gedim yatım qızlar. Sizinlə də sağollaşıram.